Bugün Dünya Baxışda. ABŞ qanunvericiləri ölkəni maliyyə uçurumundan saxladı. Suriya hökuməti Hələb aeroportunu bağlayıb. Yeni il bayramı günü Fil dişi sahilində çox sayda insan ölür. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. ABŞ qanunvericiləri maliyyə uçurumunun qarşısını almaq üçün təklif olunan qanunu təsdiqləyib. Bu, Prezident Barack Obama'nın Amerika iqtisadiyyatını möhkəmləndirmək yolunda tərtib etdiyi planda ilk addım idi. On this vote, the yeas are 257, the nays are 167. The motion is adopted. Without objection, a motion to reconsider is laid on the table. Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası ildə təxminən $400.000 gəlir əldə edən zəngin Amerikalılar üçün vergilərin artırılmasına dair qanunu dünən gecə təsdiqləyib. Bu, 20 il ərzində gəlir vergisində edilən ilk artımdır. Nümayəndələr Palatasında səsvermələr demokratların üstünlük təşkil etdiyi Senatda qanunun səs çoxluğu ilə qəbul olmasından təxminən 24 saat sonra keçirilib. Lakin qanunun qəbul olunması Nümayəndələr Palatasının bəzi mühafizəkar üzvlərinin xərclərin daha çox azaldılması barədə qanunların plana əlavə edilməsinə cəhd göstərdikdə planın təsdiqlənməsi sual altına alınıb. Lakin mühafizəkar üzvlər plana əlavələrin edilməsi üçün digər qanunverici həmkarların kifayət qədər dəstəyini almağa müvəffəq ola bilməyiblər. Bundan başqa demokratlar Nümayəndələr Palatasının plana hər hansısa dəyişikliyi Senatın qəbul etməyəcəyi barədə xəbərdarlıq edib. Dünənki səsvermələrdən sonra cənab Obama hər iki partiyanın qanunvericilərini mühüm sosial proqramlara dəyişiklik etmədən ixtisarlar və vergilərin artırılmasına dair ortaq zəminə gəlməyə çağırıb. Cənab Obama və Konqres Respublikaçıları vergi faizləri, hökumət xərcləri, uzun müddət davam edən büdcə defisiti və ölkə borclarına dair bir ildən çox müddətdir ki, mübahisə aparır. Plana işsizlik müavinatının bir il müddətə artırılması və böyük miraslara vergilərin artırılması da daxildir. Plan ölkənin müdafiə sistemi və yerli proqramların xərclərində məcburi ixtisarların 2 ay müddətinə yubandırılmasına yol açır ki, bu da borc tavanı üzərində müzakirələr zamanı respublikaçılara Prezident Obamaya əlavə təzyiq göstərmək imkanları bəxş edir. Suriya fəallarının bildirdiyinə görə ölkənin şimalındakı İdlib hava limanı yaxınlığında hökumət qüvvələri ilə üsyançılar arasında qızğın döyüşlər gedir. Son toqquşmalar rəsmilərin Hələb aeroportunun bağlanmasına göstəriş vermələrindən bir gün sonraya təsadüf edir. Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri qrupu üsyançıların Taftanaz hərbi aeroportuna hücum etdiklərini bildirib. Qrup döyüşlərdə İslamçı militant dəstələrin də iştirak etdiyini deyib. 2 ilə yaxındır müxalifətin müntəzəm hücumlarına məruz qalan hökumət baş verənləri dərhal təsdiqləməyib. Çərşənbə axşamı hökumətə məxsus hərbi təyyarələr Hələb şəhərində üsyançıların nəzarətində olan bölgələri bombardman ediblər. Anti-hökumət fəalları həmçinin bildirir ki, Dəməşqin Darayar qəsəbəsi Suriya döyüş təyyarələri tərəfindən bombardman edilib. Suriyanın dövlət mediası hökumət qoşunlarının Darayada onlarla terrorçu öldürdüyünü xəbər verir. Suriyada üsyançılar Prezident Bəşər Əl-Əsədi devirməyə çalışır. Fəallar 2011-ci ilin martında başlanmış etiraz aksiyalarından bəri bugünədək 45.000 adamın öldürüldüyünü deyirlər. Fil dişi sahili rəsmilərinin sözlərinə görə Abidjanda təxminən 60 nəfər yeni il bayramı günü izdihamlı basırıqda həlak olub. Xilas komandaları dünən Plateau rayonundakı stadion yaxınlığında baş verən hadisə nəticəsində təxminən 50 nəfərin xəsarət aldığını deyib. Fil dişi sahilindən müxbir Amerikanın səsinə deyib ki, əks istiqamətdə hərəkət edən 2 insan kütləsi ensiz küçədə biri-biri ilə toqquşub. Ölənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir. Prezident Alassan Ouattara bir neçə saat sonra hadisədə zədələnmiş bir neçə insanı xəstəxanada ziyarət edib. O, insidenti milli faciə adlandırıb və təhqiqatın aparıldığını deyib. Atəşfəşanlıq 2011-ci ilin əvvəli cənab Ouattara uzun müddət hakimiyyətdə olan Laurent Gbagbonu prezident seçkilərində məğlub etdikdən sonra Fil dişi sahilinin siyasi zorakılıqdan qurtulduğunu qeyd etmək üçün keçirilib. Burada vətəndaş müharibəsi zamanı təxminən 3000 insan həlak olub. Shell Oil şirkətinə məxsus nəhəng qurğu qasırğa nəticəsində ABŞ-ın uzaq Alyaska ştatının sahillərinə çıxıb.
ABŞ Sahil Mühafizə Xidməti bildirib ki, qurğu yeni il ərəfəsində onu daşıyan gəmidən qopub. Bu ərazidə küləyin sürəti saatda 100 km çatdığı üçün cihaz dərhal ucqar adanın qayalı sahələrinə istiqamət alıb. Ekipaj üzvləri qəza baş verməzdən əvvəl xilas edilə bilib. Rəsmilər deyir ki, orada 500.000 litrdən çox dizel yanacağı olub. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikaныnsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov. Sizinlə xudafizləşirəm. Salamat qalın.